Naxçıvan Dövlət Universiteti Azərbaycanda heç bir universitetə bənzəmir. Çünki özünə məxsus elmi mühiti ilə, özünə məxsus tələbə kontingenti kontekstində kosmopolit mühitindən çox ölkələrdən gələn tələbələri nəzərdə tuturan və ərazisinə, təhsil imkanlarına, oxu imkanlarına görə tamamilə fərqli bir universitetdir. Mən Naxçıvan Universitetinin elmi mühiti ilə çox yaxından əlaqələrim var. Buradakı elmi intellektual mühit qane edicidir, yüksək səviyyədədir. Üstəlik də Naxçıvanın ictimai və mədəni həyatında çox mühüm rol oynayır. Ona görə də biz qürur hissi keçiririk ki, Azərbaycanın bəlkə biraz quru torpaq hissəsindən əlaqəsi yoxdur. Bəlkə biraz uzqar hesab olunur. Amma burada Azərbaycan elminin mərkəzlərindən biri var. Lokomotiv mərkəzlərindən biri elm baxımından Naxçıvan Dövlət Universitetindədir. Naxçıvan coğrafi baxımından Qərbi Azərbaycana gedən yolumuzdur. Qərbi Azərbaycana açılan qapıdır. Strateji baxımdan olduqca əhəmiyyətli bir coğrafiyamızdır. Ona görə də mən düşünürəm ki, bu tədbirlərin Naxçıvanda keçirilməsi təsadüfi xarakter daşımır. Bugün Qərbi Azərbaycana qayıdışın ən əsas simvollarından biri də hazırda Qərbi Zəngəzur ucunda dayandığımız Zəngəzur dəhlizidir. Bu cür tədbirlər həm də regional sülh, regional kommunikasiya və inteqrasiya üçün verilən bir mesajdır. Gözəl Naxçıvana, bizə doğma olan Naxçıvana salamlar olsun. Ev sahibliği etdiyi üçün Naxçıvanın rəhbərliyinə təşəkkür edirik. Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə təşəkkür edirik və bizə isti qucaq açdıqlarına görə, səmimi qəlbdən bizə səmimiyyət, qonaqpərvərlik göstərdiklərinə görə Ordubadlılara və Naxçıvanlara ürəkdən təşəkkür edirəm.